Salam şagirdlər, deməli biz ümumi sınaq imtahanına baxacağıq bu günlərim sizinlə bir yerdə. Birinci sualdan başlayaq. Deyir ki, cisim şəkildə göstərilən 4 qüvvənin təsiri ilə bərabər təcil hərəkət edir. Bu qüvvələrdən hansı təsir etməsə cisim düzxətli bərabər sürətlə hərəkət edər. Düzxətli bərabər sürətlə hərəkət etmək üçün bilirik ki, əvəzləyici qüvvə sıfıra bərabər olmalıdır. Əvəzləyici qüvvənin sıfır ola bilməsi üçün burada şəklə diqqətlə baxmamız lazımdır. Yəni məsələn F1-in özündən başlayanda F1 qüvvəsini, məsələn F4 qüvvəsini kənara çıxarsaq, yəni buradan silsək, baxırıq ki, F1 ilə F3 bir-birini tarazlayacaq, amma yuxarı istiqamətdə bir qüvvə qalacaq. Deməli, F4-ü çıxarmaq olmaz. Amma F1 qüvvəsinin əvəzində gəlin test edək. F1 qüvvəsini əgər buradan çıxarsaq, F4 qüvvəsinin 2 diş aşağı, 2 dişdə sola doğru qüvvəsi var, düzdürmü? Hansı ki, aşağı yönələn komponent yuxarı yönələn komponenti ixtisar edəcək. Sol tərəfinə doğru yönələn isə sağa doğru yönələn ixtisar edəcək. Ona görə də əgər biz buradan F1 qüvvəsini çıxarsaq, əvəzləyici qüvvə sıfıra bərabər olacaq, cisim düzxətli bərabər sürətlə hərəkət edəcək. İkinci sualda deyir ki, kütləsi 60 kq olan cismi tarazlıqda saxlayan F qüvvəsinin molunu hesablayın. Burada görürsünüz ki, ipin uzundakı qüvvənin qiyməti F-ə bərabərdir. Bu ipin üzərində hər yerdə F olacaq. F. Və deməli, yuxarı doğru yönələn ümumi 4F qüvvə var. 4F bərabər olmalıdır. MG-yə 4F bərabərdir 600, F də bərabərdir 150 Newtona. Cavabımız olacaq B variantı. Üçüncü sualda çətinlik çəkən şagirdlərimiz olur. Deməli, üçüncü sualda bizdən soruşur ki, 40 cm olan simin uzuna kütləsi 0,5 kg olan yük bərk edilərək şaqil müstəvidə fırladılır. İndi əlimizdə bir ip var. Və onu məsələn bu trayektoriya boyunca bu şəkildə fırladırıq. Trayektoriyanın bir ən yuxarı nöqtəsi var təbii ki, bir də ən aşağı nöqtəsi var. Bu formada fırlanma hərəkəti icra edir. İndi məsələn gəlin yuxarı nöqtəni nəzərdən keçsək, cisim yuxarı nöqtədə olduqda gərilmə qüvvəsi həmişə bərk edildiyi yerə doğru yönəldiyindən burada gərilmə qüvvəsi aşağı, bu arada elastiklik qüvvəsi də deyə bilərsiniz, gərilmə qüvvəsi deyə bilərsiniz, fərqi yoxdur. Gərilmə qüvvəsi aşağı doğru yönəlir. Ağırlıq qüvvəsi həmişə aşağı doğru yönəlir və hər iki qüvvə eyni istiqamətdə yönəldiyinə görə T üstəgəlsin MG bərabərdir MA yaza bilərik. Hansı ki, buradan T bərabər olacaq MA çıxılsın J-yə çevri üzrə hərəkətdə təcil əvəzinə V kvadratı bölür, çıxılsın J yazmaq olar, o da bərabərdir. M 0,5-dir, vurulsun V sürətin kvadratı 4 bölünsün radiusumuz 0,4 çıxılsın J. 4-ü 0,4-ə böləndə 10 eləyir, J-nin qiymətini də 10 verdiyinə görə cavab olacaq 0. Deməli, yuxarı nöqtədə ipdəki gərilmə nəyə bərabər olacaq dostlar? 0-a bərabər olacaq. Hansı ki, birbaşa cavabımız çıxır burada təbii ki. Yuxarı nöqtədə 0 olduğuna görə biz birbaşa bu qiyməti yaza bilərik. Qaldı ki, aşağı nöqtəni də gəlin bir yerdə hesablayaq. Aşağı nöqtədən keçdikdə isə gərilmə qüvvəsi gördüyümüz kimi yuxarı doğru yönələcək, ağırlıq qüvvəsi aşağı doğru yönələcək, əks istiqamətdə olduğuna görə çıxmaq lazımdır da bərabərdir MA-ya. Bəzən uşaqlar sual verir ki, bunlar əks istiqamətdədir. Niyə MG-dən T-ni çıxmırıq, T-dən MG-ni çıxırıq? Çünki əvəzləyici qüvvə çevrənin mərkəzinə doğru yönəldiyinə görə deməli gərilmə burada qalib gəlir. Ona görə gərilmədən açırıq. Onda T bərabər olur MA üstəgəlsin J-yə. Bu da bərabərdir. M-in yerinə qiymətimizi qoysaq 0,5. A-nı demişdik V kvadratı bölür. Yəni 4 böl 0,4 üstəgəlinsin 10. O da bərabərdir 10 Newton. Həqiqətən də aşağı nöqtədə qüvvəmiz nə qədər olacaq şagirdlər? 10 Newtona bərabər olacaq. Dördüncü suala keçirik. Cisimlər sərbəst düşür. İkinci cisim hansı qüvvələ təsir edir? Sərbəst düşmə hərəkətində bilirik ki, bəzi qüvvələr, məsələn çəkidir, reaksiya qüvvəsidir, təzyiq qüvvəsidir. Eyni zamanda su olan, yəni su dolu qab olan suallarda Arximed qüvvəsidir. Bunların hamısı sıfıra bərabər olduğuna görə cavabımız olacaq 0. Beşinci sual deyir ki, kristal cisimlər üçün hansı ifadələr doğrudur? Kristal cisimlər anizotrofdur, fiziki xassələr istiqamətdən asılıdır və müəyyən, konkret bir ərimə temperaturuna malikdir. Cavab olacaq 1 və 3. Altıncı sualda bizdən soruşur ki, sabit təzyiqlə verilmiş kütləli qazın mütləq temperaturu 80 Kelvin artırdıqda həcm 1,4 dəfə artmışdır. Temperatur və həcm düz mütənasib olduğuna görə əgər həcm 1,4 dəfə artıbsa, temperatur da 1,4 dəfə artıb. Temperaturun 1,4 dəfə artmağı onun 80 Kelvin artmağına uyğun gəlib. Yəni temperaturun üzərində 80 gələndə 1,4 T olması lazımdır. 0,4 T bərabərdir 80-ə. T də bərabər olacaq 200 Kelvinə şagirdlər. Cavab olacaq C variantı.
7-ci sual kapilyar boru məsələsidir. Kapilyar boruda hündürlüyün düsturu bilirik ki, 2 sigma bölünsün rho J vurulsun R'dir. Tərs mütənasib basılacaq Y variantı. 8-ci sualda sərbəst düşən cismin potensial enerjisi 20 jol azalarsa, təbii ki, kinetik enerji 20 jol artar. Səbəb tam mexanik enerji sabit qalmalıdır, bir artanda digər azalmalıdır. 9-cu sual faydalı işlem sualı ilə bağlıdır. Etanın düsturu xatırlayırsınızsa, H' bölünsün, Q1 vurulsun 100%dir şagirdlər. Etamız burada 25% verilib. 25 bərabərdir 2 bölünsün, X vurulsun 100'ə. X də buradan çıxır şagirdlər 8 kilojol, yəni qızdırıcıdan alınan istilik miqdarı 8'dir. 10-cu sual bir cins maqnit sözünün altına xətt çəkilən burada induksiya xətlərinin əks istiqamətində sahəyə daxil olub deməkdir. Bir cins maqnit sahəsi bu formada paralel xəttlərdən ibarətdir və proton əks istiqamətdə də daxil olsa və ya eyni istiqamətdə daxil olsa, hər iki halda paraleldir. Paralel daxil olanda heç bir qüvvə təsir etmədiyinə görə düz xətli bərabər sürətlə hərəkət edəcək. 11-ci suala deyir ki, 2 eyni yarımkesid diodun qoşulduğu dövrədə hansı lampa közərər? Cəryan müsbətdən mənfiyə doğru gəlir şagirdlər. Burada əvvəlcə cəryanın istiqamətini göstərmək lazımdır. Yarım keçirici diodun oxunun istiqaməti də cəryan istiqamətində yönəlməlidir. Deməli, birinci lampa yanar, təbii ki, üçüncü lampa da yanar, amma 2'nin yanındakı yarım keçirici diodumuz tərs birləşdiyinə görə, yəni oradakı oxun istiqaməti bizim cəryana əks olduğuna görə o lampa közərməz. Cavab olacaq 1-3-B variantı. 12-ci sualda deyir ki, radioaktiv şüalanma zamanı 4 jol enerji qəbul edilmişdir. Kütlədə 100 kg bulma dozasının düsturu Y bölünsün bildiyiniz kimi M'dir. Y'si 4 bölünsün 100, o da bərabərdir 0,4 vahiddə greydir. Cavab olacaq C variantı. 13-cü sualda vakum diodunda elektronlar katoddan hansı hadisə nəticəsində qopur deyir. Vakum diodunda bilirsiniz iş prinsipi termoelektron emissiya hadisəsinə əsaslanır. 14-cü sual bizə deyir ki, boruda axan mayenin sürətini 4 dəfə artırsaq, onun diametri necə dəyişəcək? S1V1 bərabərdir S2V2 düsturuna görə sahə böyüyəndə sürət azalır. Əgər sürət artıbsa, onda sahə azalmalıdır. Sürət 4 dəfə artıb deyir, onda sahə 4 dəfə azalmalıdır. Sahə 4 dəfə azalması üçün diametr kvadratik aslı olduğuna görə 2 dəfə azalması lazımdır. Yəni cavabımız olacaq A variantı. 15-ci sualda elektrik cəryanının işi hansı cihazlara ölçülür? Təbii ki, cavab elektrik sayğacıdır. Elektrik sayğacı vasitəsilə. 16-cı sualda elektron bir cüz maqnit sahəsində hərəkət trayektoriyasına əsasən induksiya vektorunun istiqamətini soruşur bizdən. Çevir üzrə hərəkət olduğuna görə çevir üzrə hərəkətdə qüvvə mərkəzə doğru yönəlir. Deməli, biz sol əlimizi elə tuturuq ki, 4 barmaq sürətin istiqamətini göstərsin, baş barmağımız qüvvənin istiqamətini göstərsin. Bu zaman fikir verirsinizsə, ovucumuz bizə doğru yönəlir. Yəni, normalda bizdən şəkil müstəvisinə doğru olmalıdır. Amma mənfi olduğuna görə onun əksini götürürük, şəkil müstəvisinə bizə doğru olacaq. 17-ci suala gəldikdə 80 metr hündürlükdən sərbəst düşür deyir. Onunla eyni anda 100 metr hündürlükdən düşən ikinci cismə hansı başlanğıc sürət vermək lazımdır ki, hər iki cisim yerə eyni anda çatsın? Deməli, eyni anda dediyinə görə 80 metrdən düşənin müddətini hesablayaq. Deməli, bu cisim 4 saniyə ərzində yerə düşəcəkdir. İkinci cisimdə 4 saniyə düşməsi üçün biz burada H bərabərdir. Başlanğıc sürətli düstur yazmalıyıq. JT kvadratı bölünsün 2. H-ımız 100 metrdir, 100 bərabərdir. V0 vurulsun 4, üstə gələnsin 10 vurulsun 4'ün kvadratı bölünsün 2. Bu eləyəcək ki, 80, V0 vurulsun 4 bərabərdir 20'yə, deməli V0 da bərabərdir 5 metr böl saniyə. Yəni cavabımız olacaq A variantı şagirdlər. 18-ci sualda sistemə verilən istilik miqdarı 60 jol, sistem üzərində görülən iş 40 joldursa, daxil enerjinin dəyişmə düsturu termodinamika 1-ci qanuna görə 2 üstə gələnsin A-dır. 60 üstə gələnsin 40 bərabər olacaq 100'ə. 19-cu sualda tezlikdən asılı qrafikinə əsasən çıxış işi deyir. Ən kiçikdir, çıxış işinin düsturu bilirsiniz ki, H növ minimumdur. Çıxış işinin kiçik ola bilməsi üçün qırmızı sərhəd uyğun tezlik də kiçik olmalıdır. Cavab olacaq 1. 20-ci sual günəş şüalarının yerə düşmə bucağının hansı qiymətində cismin kölgəsinin deyir uzunluğu elə öz uzunluğuna bərabər olar. Deməli, cismin yəni hündürlüyünə bərabər olar. Deməli, burada kölgə məsələsinə tərdir. Günəşdən gələn şüalar təbii ki, bu cismin yuxarı hissəsindən keçəcək və arxada kölgə əmələ gətirəcək. Bu uzunluğun buna bərabər ola bilməsi üçün buradakı bərabəri yanlı düz bucaqlı üst bucağımız olmalıdır. 45 dərəcə olması lazım. 20-ci sual belə. 21-ci sualda deyir ki, A nöqtəsinə təsir edən səthi gəlmə qüvvəsi səthə perpendikular istiqamətdə yönəlir. Həmişə mayenin
mərkəzinə doğru yönəlir. Cavab olacaq C variantı. 22-ci sualda adiabat prosesdə verilmiş radial qazın daxil enerji işdən necə asılıdır? Adiabat prosesdə ümumiyyətlə termodinamikanın birinci qanunu bilirsiniz ki, Q bərabərdir 0, o da delta U bərabərdir mənfi H olacaq. İkinci, dördüncü rübdən keçən düz mütənasib funksiya olacaq. 23-cü sualda A nöqtəsindən keçən o xətt ətrafında fırlanan diskin M və N nöqtələri üçün hansı ifadələr doğrudur deyil. Mərkəzdən kənara doğru getdikcə sürət artır. Ona görə də N nöqtəsinin sürəti M-dən böyükdür. Yəni 2 dəfə böyük olması lazımdır. Ya da bunun əvəzinə Vm bərabərdir 0,5 Vn də yazmaq olar. Deməli, bir düzdür. Amma diskin üzərində tvin dediyimiz kəmiyyətlər bərabərdir. Yəni period, bucaq sürəti və tezlik bərabər olmalıdır. Ona görə cavabımız olacaq 1, 2 və 5. 24-cü sual. Oğlan bərabər sürətlə yuxarı istiqamətdə hərəkət edən liftin kabinəsindədir. Lift bərabər yeniləşən hərəkətə başlayır. Bərabər sürətli hərəkətdə ümumiyyətlə bilirsiniz ki, təzyiqimiz ya da təzyiq qüvvəmiz əslində mg-yə bərabərdir. Təzyiqi də tapanda P bərabərdir ft bölünsün S düsturundan istifadə edib yaza bilərik. Amma yuxarı bərabər yeniləşən hərəkət edəndə, yəni belə deyək də, əvvəlcə bərabər sürətli hərəkətdə təzyiqin düsturu olacaq P bərabərdir mg bölü S. Amma yuxarı doğru təcillə gedəndə mg plus A bölünsün S olacağına görə, deməli təzyiq artar. Bir doğrudur. Amma ağırlıq qüvvəsi bütün vəziyyətlərdə mg-yə bərabər olduğuna görə, üzr istəyirəm, burada səhvdir, bərabər olduğuna görə ağırlıq qüvvəsi dəyişməyəcəkdir. Şagirdlər cavab olacaq 1, 4. Və nəhayət gəlirik 25-ci sualımıza. Qrafikın A nöqtəsi yoxun foton enerjisi istəyir. Asan suallardan biridir. Y foton bərabərdir. Açılış üstə gəlsin. Y kinetik. Çıxış ikimiz 2-dir. Buradakı qiymətin modulunu götürürük. Kinetik enerji 4-dür. Cavab eləyəcək 6 elektron volt. 26-cı sualda qazlarda deyir, xarici ionlaşdırıcının təsiri ilə baş verən boşalma qeyri-müstəqil qaz boşalmasıdır. Ona görə 3 olacaq. İonlaşdırıcının təsiri kəsilindikdən sonra baş verən müstəqil qaz boşalmasıdır. Qaz boşalması borusunda katodun temperaturunu artıranda termoelektron hadisəsi baş verir. İti uzun metalların ətrafında yaranan tac boşalmasıdır. Reklam borularında yaranan aşağı təzyiqlərdə xüsusən yaranan isə alavsız boşalmadır. Cavab olacaq 3, 1, 2, 5, 4. 27-ci sual topludan da çoxumuza əslində məlum olan suallardan biridir. Deməli, burada deyir ki, kalsiyum açıq vəziyyətində. Kalsiyum açıq vəziyyətdə bilirsiniz ki, EHG-ni göstərir voltmetr. Ona görə 1-ə gedəcək A variantı. 2 kalsiyum bu qapandıqda, kalsiyumu bağlayanda voltmetr gərginliyi ölçəcək. Gərginliyin düsturu necədir? Epsilon R bölünsün R plus R. O da bərabərdir. Epsilonumuz 10-dur. Müqavimətimiz 4 bölünsün 4 üstə gəl 1. O da bərabərdir. 8 volta 2-ci sualın cavabı B variantı. Açıq açıq olduqda ampermetrin göstərişi 0-a bərabər olacaq. Ona görə də cavabımız olacaq D variantı. Gəldik nəhayət sonuncu suallarımıza, situasiya suallarına. Deyir ki, hansı şərt ödənildikdə lampadakı parlaqlıq maksimum olur? Ümumiyyətlə, parlaqlığın maksimum olması üçün, yəni cərəyan şiddətinin maksimum olması üçün müqavimət minimum olmalıdır. Müqavimətin minimum olması üçün isə düsturumuz necədir? XL çıxılsın XC-nin kvadratı. Burada müqavimətin minimum qiymət ala bilməsi üçün XL XC-yə bərabər olmalıdır. Rəqs konturunun buraları təmizləyək. Rəqs konturunun deyir, ümumi müqavimətini hesablayın. Ümumi müqavimətin düsturu necədir? Z bərabərdir. Biraz əvvəl yazdığımız kimi R kvadrat üstə gəlir XL çıxılsın XC-nin kvadratıdır şagirdlər. O da bərabərdir. R-imiz 6-nın kvadrat üstə gəl. XL 12 çıxılsın 4-ün mətərzə kvadratı bərabərdir 10. 10 verəcək ümumi müqavimətimiz. Lampadakı cərəyan şiddətinin amplitud qiyməti. Cərəyan şiddətinin amplitud qiyməti Ohm qanununa görə gərginliyin amplitud qiymətinin ümumi müqavimətə nisbətinə bərabərdir. Ona görə də UM bölü Z düsturundan istifadə etmək olar. UM-imiz 20-dir, müqavimətimiz 10 olduğuna görə cavabımız olacaq 2 amper. Diqqətinizə görə hamınıza təşəkkürlər.